Salam dostlar. Bilirik ki, demək Respublika fən müsabiqəsi oldu may ayının 31-i. Orada suallar var idi. İstəyirəm 6 və 7-ci siniflər üçün. Mən 7-ci sinifin suallarını izah etmək istəyirəm. 6-cı sinifin sualları daha asandır deyənə. İndi vaxt olsa 6-nı da izah edərəm. 7-ci sinifin suallarını başlayaq izah etməyə. Həmçinin kim əgər dərslərimizə qoşulmaq istəyirsə, başlanğıcda telefon nömrəsi var. 055 462 66 16 nömrəsinə yazıb bizim növbəti il avqustun sonundan başlayan dərslərimizə qoşula bilərlər. İnşallah bu izahlar sizin üçün faydalı olar. Demək, biz bilirik ki, burada 3 dənə 4 ballıq sual var. Bu çox maraqlı suallardır. Həqiqətən də ilk dəfə eləyən üçün də biraz çətin gələcək bir suallardır. Və bu sualları istəyirəm sizinlə başlayaq həll etməyə. İzahlara başlayaq buradan. Biraz geniş yazaq. Silək. Başlayaq. Birinci sual belədir. Aşağıdakı şəkildə ABCD kvadratdır. Yəni bir kvadratdır bu. Məsələn, bunun tərəfi 1 olan bir kvadratdır. 1, ümumi 1. Yəni biz belə formatda 1'dir. AKB də bərabər tərəfli üçbucaqdır. Sual belədir. C7 bucağının dərəcə ölçüsünü tap. Yəni C7 biz bunu qırmızı ilə göstərək. C7 yəni bu bucağın dərəcə ölçüsünü tapmaq tələb olunur. İndi isə diqqətlə qulaq asın, izahla keçirəm. Sualın şərti ilə tam oxudum, tam aydın oldusa, keçək izaha. Biz bilirik ki, bərabər tərəfli üçbucaqda bucaq 60 dərəcədir. Yəni bu bütün bucaqlar 60 dərəcədir. Bəs bu bucaq neçədir? Bu bucaq 30 dərəcədir. Yəni DAK bucağı 30 dərəcə olacaq. Və görürük ki, AK ilə də AD bərabərdir. Yəni bu 1 götürməyə bilərdi. Yəni biz bunu əgər tutaq ki, həlli açıq olsaydı, bunu A da götürə bilərdi. Demək, bərabər yanlı üçbucaq və təpə bucağı 60-dırsa, 30-dursa, onda oturacağı bitişik bucaqlar bərabərdir və 30-sa 180 çıx 30, 150, 75 və burada 75 olacaq. Onda bu bucaq 15 dərəcə olacaq. Çünki kvadratın bir bucağı 90'dır. Burada 90'dır. Onda biz ümumiliyi itirmədən D, Y, C üst bucağın daxil bucaqların cəmi 180 olarsa, onda biz axtarılan X bucağını tapa bilərik ki, X bucağı 15, 90 və X-in cəmi 180'dir. X olacaq 75. Vəssalam. Bu birinci misalın həlli idi. İkinci misal. Çox sadə görünsə də bəzi uşaqlar bunu çox səhv yazanlar var idi. 2 uşaqlı bir ailədə ən azı birinin qız olduğu məlumdursa, yəni biri 100% qızdır, digər uşağının oğlan olma ehtimalını tap. Sualı diqqətlə oxumaq lazımdır. Sualın hər bir sözün öz mahiyyəti vardır. Ən azı biri qızdır. Demir birinci qızdır. Birinci qızdırsa ikincinin oğlan olması bu məsələ tamam bir ayrı bir şey olar. Və çoxu uşaqda 2-də 1 yazmışdı. Bu səhvdir. Məsələn 2 uşaq olanda neçə hal var ona baxalım. Qız, qız, oğlan, oğlan, qız və oğlan, oğlan. Görürsünüz, oğlan, qız, oğlan. Bunlar ayrı-ayrı şərtlərdir, ayrı-ayrı hallardır. Amma bizdə deyir ki, ən azı biri qızsa bu hala baxmayacaq. Bunun işimiz yoxdur. Bu 3 haldan ən azı digər uşağın oğlan olma ehtimalı ümumi hal 3. 2 cavab olacaq 3'də 2. Burada da cavab 75'dir. Ümumi pozmuyor. Üçüncü sual 4 ballıq sualın sonuncu sualı.
Tək ədədlər ardıcıllığı göstərilib 99-a kimi 1, 3, 5, 7, 3 nöqtə, ta ki 99-a kimi ardıcıllığın hər hansı 2 ədəd silinir və onların yerinə cəm yazılır. 2 vahid, cəmindən 2 vahid böyük olan bir ədəd yazılır. Bu proses ardıcıllığa yalnız bir ədəd qalana qədər davam etdirilir. Əldə edilən sonuncu ədəd neçədir? Bunun daha qısa yolu var, amma şagird bunu bir fərqli bir formatda da eləyə bilərdi. Mən düşünürəm ki, bax 1, 99, 2 yoxdur da, bu da tək ədədlərdir. 3, 97, ta ki 5, 95 bu formatda gedə bilərdi. Yəni ki, neçə 50 ədəd var və burada 25 dənə 100 alınacaq və bu 2 vahid böyüksə 102 alınacaq. 25 dənə 102. Bu formatda 25 dənə 102. Bir 102 saxlayaram, digər bu formatda davam edir. Amma mən istəyirəm əsl həll yolunu yazaq. Əvvəl baxaq ki, burada neçə dənə 2 artıracaq. Neçə dənə, yəni 2 cəmimiz var. 50 ədədində neçə dənə 2 cəmimiz var. 50 ədədi birinci 2 qruplaşdıranda 25 dənə ədəd olar. 25 ədədin birini saxlayaq, burada boş kimi saxlayaq. 24 dənəsi 12 cəm. 12 ədəddən demək 6 cəm, 6 ədəddən 3 cəm, 3 ədəddən, yəni burada birini də saxladım. 3 ədəddən birini çıxdım, 2 dənəsi də 1 cəm. Bu diqqətlə baxın, burada yuxarıda da 2 ədəddən də 1 cəm və bu 2 ədəddən 2 tək ədəd, axırda qalan ədədlərdən də 1 cəm. Bu ədədlərin hamısının cəminə baxaq. Bu cəm bizə 37, 49 eləyir. Demək, biz burada ümumi artıracağımız cəm 1-dən 99-a kimi ədədlərin cəmi, ümumiyyətlə tək ədədlərin cəmi n kvadrat idi. 99-a kimi 50 ədəd var. 50-nin kvadratı 2500 və 49 dənə də deyir ki, burada şərtdə həmin ədədlərin cəmindən 2 vahid böyük. Bu şərti diqqətlə oxumaq lazımdır. Bir ədəd yazılır. 49 vur 2 cavab olar 2500, üstə gəl 98, 2598 və cavab 2598 olar. Düşünürəm ki, bunu orta səviyyədə oxuyan şagird hər bir kəs yazmalı idi. Keçək 5 ballı sual. Bu sual həqiqətən də mənə çox xoşuma gəlmişdi. Demək, bu tip suallar çox eləmişdi, amma sırf bu sualdan eləməmişdi. Qarışqa öz yuvasından 130 sm məsafədə bir çörək parçası tapın və onun yuvasına tərəf hər saniyədə yarım santı, yəni birinci saniyədə yarım santı, 2də 1 santı, sonra yəni 2də 1 santı, ikinci saniyədə 1 santı itələyin. Hər saniyənin sonunda bir qarışqa daha köməyə gəlir. Demək, hər qarışqada hər saniyədə 2də 1, yəni hər yeni qarışqa çörək parçasının hərəkət sürətini saniyədə yarım santimetr artırır. Demək, ikinci qarışqa gəldi, o da 2də 1, bu da 2də 1 olacaq 1. Sonra ikinci qarışqa gəldi 2də 3, sonra 2 bu formatda nəsə gedəcək. 2 və bu cəm də 130-dan bərabər olmalıdır deyək və yaxud da indi bizə yəni bu 130-dan kiçik ən böyük ədəd və yaxud da 130-dan böyük ən kiçik ədədi tapmalıyam. Yəni belə bir şey. İndi fərz eləyək ki, 130-dan kiçik ən böyük ədədi tapıb üstə 1 gələr. İndi belə eləyək. Bunların hamısını 2-yə gətirsən və 2-yə vursam 1 plus 2 plus 3 nöqtə 2-yə vurandan sonra 3 bu 3 4 gedir də. Bu n desəm sonuncu ədəddə və bu 260-dan kiçik olur. Birdən kimi ədədlərin cəmdə n vurusuna n plus 1-dir. Böl 2 yazıram, bu da özünü də 2-yə vururam və bu da 520 olur. 24-ü 25-ə vuranda 600 eləyin. 24 ödəmir buradan. 24 ödəmir. 22 qoyanda, 22 ödəndə bu şərt ödəyir, amma 23 qoyanda ödəmir. 23 qoyanda 520-dən yuxarı olur. Amma 22 qoyanda 22 vur 23 olur. 484 plus
22 gəlsi, orada 506 edir. Bəli, 506 bundan kiçikdir. Demək, 506 bunu ödəyən ən böyük qiymətdir. Demək, 22 olsa, bu şərti ödəyən ən böyük qiymətdir. Amma 22 olanda 506 gəlib 100, yəni bu hədəfə gəlib çatmır. Yuvaya gəlib çatmır. Demək, 22-dən yuxarı ilk ədədi götürürük. Yəni enimiz 22-dən böyük ən kiçik ədəd, yəni 23 olacaq. En 23 olacaq. Belə yazaq buradakı 23. 23 olsa 135-dən məsafəni 130 sm məsafəni keçsin. Burada biraz yer azdır. ABC natural ədədlərdir və bu natural ədədlərin olma şərti çox vacibdir. O kalkulyatorla ardıcıl olaraq A üstə gəl B bölür. Ümumiyyətlə A üstə gəl B böl C-ni yoxdur. Yəni burada B-ni C-yə bölüb üstünə A gəlir. Və ekranda 11 cavabını alır. Daha sonra o kalkulyatora B üstə gəl A böl C 14 cavabını alır. Yunus başa düşür ki, istifadə etdiyi kalkulyator riyazi əməllərin növbəliyini nəzərə alaraq əvvəlcə bölmə, sonra toplam əməlini yerinə yetirir. Buna əsasən deyir ki, A üstə gəl B böl C bu formatda hesablasa, hesablanıb tapır. Yəni, amma A, B, C də natural ədəddir. Bizim şərtimiz nədir? Bizim şərtimiz nədir? Ona baxaq. Bizim şərtimiz belədir ki, A üstə gəl B böl C 11'dir. Bunu C-yə vursuq. AC plus B 11C. Bu qalsın burada. İndi B üstə gəl A böl C 14'a bərabərsə onda C-yə vursaq. BC plus C-yə vursuq A 14C deyəcək. Bu iki üzərində biz gəlməliyik. Bunu tapmalıyıq. Bu da fərz edək ki, bir K-ya bərabərdir. Yəni A üstə gəl B K C olsun. Bunu tərəf-tərəfə toplayanda A üstə gəl B C-ni çıxardırıq. Bu x-ini A üstə gəl B birinci ədlərdən. İkinci ədlərdə yəni A plus B var. Və bu da 25C olur. Demək ki, A üstə gəl B-ni çıxarsam ötürəcək xaricinə. C plus 1 25C alacaq. Aydın məsələdir ki, C ilə C plus 1 qarşılıqlı sadədir. Onda A üstə gəl B-nin yerinə əslində burada özü də görünür. Ya 5 C plus 1 ola bilməyəcək. 25 və ya 5 ola bilər. C-miz də 4'dür ya da 24'dür. Bunu heç o tərəfə getmədən bunun yerinə KC qoyaq. A plus B-nin yerinə KC qoyaq. Onda C-lər gedəcək. K vurulsun C plus 1 bərabərdir 25 olacaq. Burada K'mız ya K'mız 25'dir. C'miz 0 olar. Amma bu şərtimizə ziddir, natural ədəddir. Şərtdə verilmişdir ki, A, B, C naturaldır. Buna xüsusi diqqət eləməliyik. Onda bu getdi. Demək, K'mız 5 olsa, C'miz 4 olacaq. K'mız əgər 5 olsa, biz bunu biraz K 5 olsa, C'miz 4 olacaq. K 25 olsa, 25 halına deyəsən baxdıq biz. 25 halına. K'mız 1 olsa, C'miz 24 olacaq. İndi baxaq. Tutaq ki, K'mız 5'dir. A plus B'miz 20 olacaq. A plus B 20 olarsa, bəli. 20 də, yəni bizə A üstə gəl B böl C lazım idi. 20 də 4'ə bölərik, 5 eləyər, cavabımız 5 olar. İkinci hala da baxaq. Demək, əgər K1 C 24 olarsa, A üstə gəl B'miz 24 olacaq. 24 olsa
C-miz də C-miz də 4-dür. C də bərabərdir 4-dür. Onda burada A plus B bölücü, burada 6 çıxar. K1 demək K da 1 idi də bu halda. Bir dəqiqə. Hə, K da 1-dir. K1 A üstə gəl B böl 4. Bu görürsüz şərtimizə ziddiyyət əmələ gətirdi bu. Yəni əslində A plus 1 A plus B CK-nı verirdi. Bu ziddiyyət əmələ gətirdi. Buna heç baxmayacaq. Bu formatda cavabımız ödəyir. Hətta burada AB-ni də tapa bilərik. Yəni burada şərtdə qoya bilərik, birinci sistemdə qoya bilərik. A-mız deyəsən 8 çıxır. Cəm 20-dirsə B-miz 12 çıxır. C-miz 4-dür. C-miz 4-dür, K-mız da 5 idi. Hə, K da 5-dir. Vəssalam. Hə, bayaqları daha doğrusu A üstə gəlib ikinci halda 24 olur. C də 24 olur. K1 olur. Bəli, K1 olur. A üstə gəl B 24 olur. Demək C də 24 olur. Orada cavab 1 olur. Onda bu halda ödəmir. Niyə ödəmir? Ona baxaq görək niyə ödəmir bu. Burada əslində K-mız 1 olur. K-mız 1 ola bilərmi? Ona baxaq. A plus B K-mız 1 olsa onda nə olar? Yəqin ki burada AB naturalda da olmayacaq. Bəli, yoxlayaq. Məsələn, necə olmayacaq bu? C-miz 24 daxı. Birinci şərtimiz var da. A vur 24. 24 A plus B. 11 vur C. 264. C 24 isə 24 B plus A da 14 vur C. Yəni 14 vur C-də neçə idi burada? 24 idi. 14 vur 24. 240, o da 96, 336. Burada yəqin ki, bu tam ədəd çıxmayacaq. Bəli, burada tam ədəd çıxmayacaq. Əslində, qısa olaraq A üstə gəl B 24 idi. A üstə gəl B 24 isə, birincidən tərəf-tərəf çıxanda 23A bərabər olacaq 240-a. Bəli, tam ədəd çıxmır. A-mız tam ədəd deyil. A tam ədəddə daxil deyil. Bu halı istisna edilir. Zaten bir də cavab istəyir. O da cavab birinci halda olacaq, 5 olacaq. Məncə aydın oldu. Keçək ikinciyə. 6-cıya daha doğrusu. Yəni 5 ballıq suallarda 3-cü suala. 4 ardıcıl ədədin cəmi şəklində yazıla bilsin, amma 3 ardıcıl ədədin cəmi şəklində yazıla bilməsin. Bu ədədlərə hipermat ədədləri deyilir. Buna görə də 2026-dan böyük olmayan neçə hipermat ədədi var? Görək neçə ədəd var. Natural ədədlər deyil, yəni 1, 2, 3, 4, yəni bu 10 olur. Sonra 2, 3, 4, 5, bu olur 14. Bu formatda gedir. Yəni ardıcılığımız göz qabağındadır. 10, 14, ardıcıl, bəli, ardıcıl deyir. Ardıcıl desə onda 4, 4 gedir, 18, bu formatda gedir. 3-ə bölünən ədədlər ardıcıl 3 ədədin cəmi şəklində göstərilə bilir. Yəni məsələn, tutaq ki 22, 26, 30 bu formatda gedir bu. Amma bu olmaz. Bunlar artıq belədir ki, həm bu 4 ədədin cəmi şəklində göstərilir, həm də 3 ədədin cəmi şəklində göstərə bilir. 18, 30. Ona görə biz bu sıradan buna çıxmalıyıq. Əvvəl bir başlayaq 10, 14, bu ardıcılıq neçəyə kimi gedir, ona baxaq. Ən sonuncu həddi neçədir bunun? Demək, 4-ə böləndə 2 alınan, 2026 özü olacaq. 2026-dan böyük olmayandır. 2026-dan böyük olmasa 2026-ya bərabər ola bilər. Onda bunun sayını necə tapırıq? M bərabər olacaq 2026 çıx 10 bölünsün 4 2016. 2016-yı da 4-ə böləndə 504. Gözəl. Əslində məlum məsələdir də. 2026 özü 3-ə bölünürmü? 2026 özü 3-ə bölünürmü?
bölünmür. 2026 3'ə bölünmür. 2026 özü 3'ə bölünmür. Amma 2022 özü 3'ə bölünür. Demək, biz burada 3'ə bölünən ədədləri çıxmalıyıq. Yəni biz burada 18, 30, 42 bu formatdakı ədədləri çıxmalıyıq və ən axırıncı da bu 12k plus 6 formasındadır. Yəni 6 çıxanda 12'ə bölünsün. Onda 2022 olur ən axırıncı. 2022 olur ən axırıncı. Bunun sayını tapanda isə 2022 çıxılsın 18 bölünsün 12 plus 1. Bu arada üstünə 1 gəlməliydik biz bunu. Bunun üstünə 1 gəlməliyik. Bunun üstünə 1 gələndə də neçə olur? 505. 505 olur. Bəli. İndi burada da üstünə 1 gəlirik. 2022 çıxılsın 18. 2004. 2004'ün də üstünə 1 gələndə 2004'ü 12'ye böləndə 167, axırı 7, 167, 168 olacaq burada. İndi 505 ədədimiz ödəyir bu şərti. Yəni cəmi 4 şəklində olanda. Amma 3 şəklində göstərilə biləndə 168 dənədir. Həm 4, həm 3 şəklində göstərilir. Onda 505'dən çıxaram 168. 500'dən 168 çıxanda 332, 337 olar cavab. Bu da cavabımız 337'dir. Cavab olacaq 337. Müəllim şagirdlərə həm cəmlərə, həm də hasilləri 1440'a bərabər olan və birdən çox natural ədəddən ibarət qruplar yazmağı tapşırır. Natural ədəd, rəqəm demir, natural ədəd deyil. Yazdıqları ədədlər qrupunda ən çox sayda 1 olan şagird Aysel, ən az sayda 1 olan Bahardır. Buna görə Aysel ilə Baharın qruplarındakı birlərin sayları arasındakı fərq ən çox neçə ola bilər? Ən çox 1 olan Ayseldir. Görə ən çox 1 neçə olacaq? Baxaq. Sadə vurğuları ayıranda 12 vur 12 vur 10. 2 üstü 2 vurdu. 2 üstü 4 vur 3 üstü 2 vur 2 vur 5. 2 üstü 5 vur 3 üstü 2 vur 5 üstü 1 olur. Biz belə eləyək də bu 2 2 2 2 5 dənə 2 3 3 2 dənə və 5. Bunların cəminə baxaq. Hasil zaten burada 1440'ı verir. 10, 16, 21. 21 ise birlərin sayı 1419 dənədir. Ən çox 1419 dənədir. Bəs ən az nə deyir? Ən az olmağı üçün 1442'ə bölünür. 2'ə bölünməsi 3'ə böləcəkdim. 720 vur 2. Demək, burada 1440 oldu. İndi birlərin sayı nə qədər olacaq? Birlərin sayı da cəm 1440 olacağına görə 722'yi çıxıram. 718 olur. Demək, ən çox budur, ən az da budur. 1419'dan çıxıram 718'i və cavabımız da budur. 701. İnşallah ki, səhv eləməmişəm. Düşünürəm ki, doğrudur. Sırf 7'yə uyğun bir sual, müxtəsər vurma düsturlarından istifadə eləməklə tapa bilərik. X-ları 1 eləyək. Bu ifadəsini mümkün ən kiçik qiymət tapın. Yəni ən kiçik qiymət tapın. Bu suallardan, belə tip suallardan keçən illərdə uyğun düşmüşdü. Və çox dəfələrlə eləmişik bu suallardan. 40-50 dənə eləmişik. 2 vurulsun x kvadratı plus 6x plus 9 plus 4 vurulsun x kvadratı çıx 6x plus 9. X'i birlikdə verəcək 6x'in kvadratı. 6x'in kvadratı. Burada 12x, burada da minus 12x. 18, bu da 36, 54.
Biz tam kvadrata ayırmalıyam. 6'ya çıxartdım, x kvadratı çıx 2x plus. Bura 1 əlavə eləsəm tam kvadratdır. X minus 1'in kvadratıdır. Onda plus 6 plus 48 oldu iş hazırdır. İndi ikinciyə keçək. 3 vurulsun y çıx 2'nin kvadratı. Y kvadratı çıx 4 y plus 4. Üstə gəlinsin 5 vurulsun y kvadratı plus 4 y plus 4. 8 y'in kvadratı minus o da plus olacaq 8 y. Burada 12, burada da 20 32. O da bərabərdir 8'e çıxarsam y'in kvadratı plus y plus 2 vur 2'də 1 yazmalıyam. Sonra 4'də 1 əlavə eləməliyəm. Burada 8'i 4'də 1'ə vuranda 2 eləyir plus 30 yazacağım onda. Demək, birincinin üçüncünün ən kiçik qiyməti 48, digərlərinki 30. Demək, ifadənin ən kiçik qiyməti 78 olacaq. Doqquzuncu sual. Təbii ki, burada ümumilik pozmadan A-nı 1 götürə bilərəm. X çıx 1, X çıx 2, X çıx 3, X çıx 4, X çıx 5 və X çıx 6. Burada çətin bir şey yoxdur ki. 0 qoyanda 0 qoyub hesablasın. 1-dən 6-ya kimi ədədlər. 0 olanda 15 olur. Yəni x-ə yenə 0 qoysam, bu ifadəyə k desəm, 1-dən 6-ya kimi ədədlərin 21. X-a 1 versəm, 0 1 versəm, 0 1 2 3 4 5 15, k 15 olur. X-a 2 versəm, gəndə 1 0 1 2 3 4 5, k 11 olur. X-a 3 versəm, 3 verəndə 2 1 0 1 2 3 6'dan olmalıdır. 9 olur. X-a 4 versəm, gəndə 4 verəndə nə olur? 3 2 1 0 1 2 eyni şey çıxır, yəni 9 çıxmalıdır. Sonra x-a 5 verəndə 4 3 2 1 0 1 11 olur. Yəni gəndə eyni formatda qalır. Ən kiçik 9'da oldu. Cavab 9 oldu. Cavab 9 oldu. Belə də cavabı tapmış olduq. 10-cu sual. Elədiyimiz suallara yaxın sualdır. Hətta rəqəm qoyanda bizim sual eyni bizim sual kimi çıxırdı. 10-cu sualı orta məhdud gətirək. N vurulsun n plus 1. N vurulsun n plus 1 çıx 2. N'in kvadratı plus n çıx 2. N vurulsun n plus 1. Bu qalsın. Yuxarıda sadə vurğulara ayırsıq. Ümumiyyətlə cəmi müsbət 1. Fərqi isə daha doğrusu cəmi müsbət 1 hasil isə mənfi 2 olan ədədi seçməliyəm. Bu da n minus 1 n plus 2 hasil mənfi 2 vurdu. Mənfi 1 n plus 2 müsbət n verdi. Bəli. Burada da n qalsın. Məxrəcdə olduğu kimi qalsın. N vurulsun n plus 1. İndi davam eləyək. Təbii ki, burada görsə x1'i yazmır. 1 yazsılar işimiz həll olmuş. Cavab 0 idi. İndi 2'dən başla. 2 qoyanda nə olur? 1 vurulsun 2 çıx 1. 4 2 vur 3 vurulsun. 2 vur 5 3 vur 4 3 vur 6 4 vur 5. Bu formatda 100 qoyanda 99 vur 102 100 vur 101. Все iş hazır. İndi birinciləri 1 yazıram. 1 2 3 ta ki 99'a kimi. İkincilər də 4 5 6 ta ki 102'ye kimi. 2 3 4 100'ə kimi. 3 4 5 101'ə kimi.
İndi baxın, bura bir özümüz əlavə edə bilərik. Nəticə dəyişmir zaten. Burada %1 qalır birincidən. %1. Burada 4-dən 101-ə kimi eynidir. 102-dən əvvəl 101-dir. 4-dən 101-ə kimi getdi. Surətdə 102 qalır, məxrəcdə də 3 qalır. Məxrəcdə 3 qalır, surətdə 102. Bəli, 34 edir %34. Bu da eləcə 0-dan %34. Cavab 0-dan %34 olacaq. Və son. Cavablar hazır. 11-dən isə 15-ə kimi də izah eləmirəm. Niyə? Çünki özləri meyarlarla paylaşacaq öz səhifələrində və ehtiyac görmürəm. Lazım olsa onları da izah edərək. Bu dəfələrlə bu suallardan və bu suallardan çox yazmışam. Eləmişik bu sualları, məsələlərdir. Ehtimal etdiyimiz kimi məsələlər çox düşüb. Diqqətinizə görə çox sağ olun. Hər kəsə uğurlar. Qoyun inşallah güclülər qalib gəlsin. Sağ olun.